Qış fəslinin gəlişi ilə ölkədə respirator infeksiyalara yoluxma sayı artıb. Xüsusilə sosial şəbəkələrdə H3N2 virusu barədə yayılan məlumatlar insanlarda narahatlıq yaradıb. Mütəxəssislər bildirir ki, H3N2 nə yeni, nə də təhlükəli virusdur. Bu, illərdə gördüyümüz mövsümi qripin bir alt növüdür. Virusun yaratdığı əlamətlər klassik qrip simptomları ilə eynidir. Boğaz və əzələ ağrısı, öskürək, hərarət. Virus əsasən hava damcı yolu ilə yayılır. Bəs kimlər risk altındadır? Mütəxəssislərin sözlərinə görə yaşı 65-dən yuxarı olanlar, hamilələr, uşaqlar və xroniki xəstəlikləri olanlarda bu xəstəlik özünü daha aqressiv göstərir. Həkimlər deyir ki, peyvəndlərlə yanaşı gündəlik həyatımızda maskadan istifadə, gigiyena qaydalarına əməl edilməsi və yaxın təmaslardan qaçmaq da tövsiyə olunur. Qorunmağın ən doğru üsulu hər zaman vurğuladığımız kimi qrip əleyhinə vaksin bu virusa qarşı, virusun alt tipinə qarşı qorumada ən faydalı üsuldur. Bu şəxslərin bu xəstəyi daha ağır keçirəcəyi üçün ona görə bu şəxslərin qrip əleyhinə vaksin vurdurub bu xəstəyi daha yüngül gedişatını verə bilər. Yəni H3N2 ilə digər influenza tipləri gedişatı arasında klinik olaraq əslində demək olar ki, eyni gedişata malikdir. Sadəcə olaraq şəxsin immun sisteminə, şəxsin yaşına və şəxsin xəstəliklərinə bağlı olaraq onun artıq ağırlıq dərəcəsi dəyişə bilir.